Bəli, biz bugün bizim Ağdam şəhidi olan Göyşat Sərvanın atası, həm 1-ci Qarabağ müharibəsinin qazisi, həm də 1-ci Qarabağ müharibəsində qardaşını itirib, 2-ci Qarabağ müharibəsində öz igid qəhrəman oğlunu vətənimizə, torpağımıza qurban verən Mehman əmi ilə birlikdə Ağcabədiyə səfər elədik. 1-ci Muğanlı kəndində olan Qəhrəmanlar Parkına getdik, oranı ziyarət elədik. Ondan sonra Mehman əmi ilə birlikdə gəldik bizim igid qəhrəman şəhidimiz Polad qardaşımızın. Hansı ki, ona tikilən, dövlət tərəfindən tikilən evi atası, qardaşı onun ev muzeyi, ev düzəldilər. Və burada Poladla yanaşı bizim Azərbaycanımızın bütün bölgələrindən, hamısından şəhidlərimizin şəkilləri burada öz əksini tapıb və Mehman əmi çox böyük bir təəssürat hissi ilə buranı ziyarət elədi. Buyur Mehman əmi, nə təəssürat hissələrim var, buyur. Ben belə bir muzeyi heç yerdə görmüşüm. Bütün otaqlar hamısı muzeydir maşallah. Yani ben gördüğüm muzeylerde mesela her evde bir otak muzeyi. Bir otaqda şəkillər, Uşağın evi, hansı uşaq otaqda yatır, orada muzey bir şey. Ama şuralar 4-5 evde hamısı muzeydir. Belə bir mükemmel muzey görmemişim inşallah. Allah bu atıya can sağlığı versin. Çok vətənpərvər adamdır. Sağ ol. Çok vətənpərvərdir ki bu yerlerin hamısı muzeydir. Bu belə olmuyor da. Bu Çinin müəyyəndən gəlir bu iki muzey. Sağ ol, bu da şəhidimizin qardaşıdır, hamı tanıyır ama ben indi tanıyorum. Allah bütün şəhidlərimizə rəhmət eylesin. Sağ ol. Bütün ata-analara, bacı qardaşlara, təsir başlarına, evlatlara səbir versin. Çok sağ olun. Sağ ol. Ben minnətdarlığımı bildirirəm ki, siz gəlmişsiniz, bizim şəhidlərimizi ziyarət edirsiniz. Mənim üçün böyük şərəf ki, şəhidlərimizi ziyarət edin, devrim dünyalar. Mən də ziyarət edəndə hamısı eləmiş ki, Allah sizdən razı olsun. Allah rəhmət eləsin hamısına, Allah yerlərini cənnət etsin. Sağ ol. Bütün ata-niyyəti Allah səbir. Sağ ol. Bax, bu şəkillərin hamısının belə bura gözəl bəzədilməsində, gözəl bura bütün otaqların hamısında düzəlməsində bizim Fuad qardaşımızın. Və o cümlədən bizim burada şəhidlərimiz var ki, hansı ki, bax, bu qaydada Polad qardaşımızla birlikdə onların hamısının şəkilləri əks olunub. Hamısın Fuad qardaşımız öz büdcəsi hesabına, hamısın özü, hamısını həll eləyir. Fuad, sən bu muzey barədə bir danış. Polad Əliyev muzeyi Azərbaycanda yeganə böyük üç otaqdan aiddir. Prezident Ali Başkanımız İlham Əliyev canına sağ olsun, evi şəhid Polad Əliyev vermişdik. Biz bunu fikirləşdik, muzey elədik. Şəhidlər muzeyi, Polad Əliyev muzeyi. Biz də belə ürəyimizə keçəni, qəlbimizə keçəni, əlimizə gələni, şəkilləri belə düzəltdik, rahatladıq. Heç Poladın yox, bütün şəhidlərimiz Azərbaycanda gücümüz çatan qədər, tanıdığımız qədər şəhidlərimiz şəkillərini qoyuruq da. Məsələn, mən də hər bir evə getdikcə Poladla həmin şəhidimizin şəkilləri bax belə çıxartdırırıq. Düyündə, məsələn, sən özün dediyin şəkilləri çıxardırıq da. O da bizim Ağcabədi rayonunun 1-ci milli qəhrəmanı Sadıq Hüseynov, onun da şəkilini çəkmişik, evlərinə gedir. Hər bir evə getdikcə də belə şəkillərimizi çıxartdırıq, gedib evdə ziyarət edirik, onları, şəkillər, məsələn, evlə analara veririk. Buradan da hər bir anıya, hər bir atiyada, sizin timsalınızı da, Ağdamın şəhidlərimizin hamısına da deyirəm ki, səslənirəm ki, hər şey rayonda bütün şəhid ailələri toparlaşır, öz övladlarının şəkilə toparlıq eşit çıxartdırıq. Belədirlər ki, biz baxırıq, Polad Əliyev ev muzeyində. Böyük sərmini və düzəltmək. Qaldı da evə belə muzey düzəlməyə biz şadıq ki, belə gözəl qardaşımızın evi var, muzeyi var. Azərbaycan xalqı tək olan yox, bütün şəhidlərimiz yaşayır. Allah sizinlə bağlıca rəhmət eləsin. Mən salgın gəldiyini görürəm, münafir sağ deyirəm. Odamıza əziyyət çəkişlər bağlanmaz, var olun, Allah günlərdə olsun, var olun. Hər bir insan bu qapı olacaqdır, 24 saat 24 açıqdır muzey. Kim ürək istəyirsə, gəlir ziyarət edə bilər, övladını görə bilər, şəklini də var bilər. Bizim üçün xoş olar, xoşlar. Sağ ol. Burada